Tamam. İndi isə 4-cü sinif monitorinq vəsaitindən yaxşı sual mətninin izahını səsləndirəcəm. Zal alqış sədaları altında guruldadı. Uşaqlar, zal deyəndə əlbəttə ki, boş otaq alqış eləməyəcək, əl çalmayacaq ki. Zal deyəndə burada zalda oturan insanlar nəzərdə tutulur. Zal alqış sədaları altında, səda uşaqlar səs deməkdir. Guruldadı. Zəhra xanım mükafatını almaq və çıxış etmək üçün səhnəyə çağırılmışdı. O, son illərin ən uğurlu professoru idi. Abel mükafatına layiq görülmüşdü. Bu, özü, ailəsi və ölkəsi üçün çox böyük uğur idi. Təvazökar şəxsiyyəti ilə mükafatını aldı və qısa çıxış etdi. Ertəsi gün normal həyatına qayıtdı. Universitetdə tələbələri arasında idi. Deməli, bu professor universitetdə dərs deyirdi. Mükafatı alandan bir gün sonra yenə də o öz işinə qayıtmışdı. Mükafatlandırma mərasimindən sonra ilk dərsində tələbələrindən biri əl qaldırdı. Müəllim, icazə versəniz bir sual vermək istəyirəm. Bu təkcə mənim deyil, cavabı bir çox dostlarımı maraqlandıran sualdır. Professor dedi. Bu sual indi məni də maraqlandırdı. Tələbəsi vaxt itirmədən soruşdu. Dünyanın ən uğurlu mükafatlarından biri olan Abel mükafatını aldınız. Dünyada sizin kimi minlərlə riyaziyyat professoru var. Sizi həmkarlarınızdan fərqləndirən və mükafat qazandıran xüsusiyyətiniz nə idi? Professor gülümsədi. Eynəyini çıxarıb sinifə göz gəzdirdi. Bütün sinif maraq dolu baxışlarla bu sualın cavabını gözləyirdi. Düzünü desəm, həyatımda bir çox uğuru anama borcluyam, dedi. Deməli, uşaqlar, professor uşaqlara nə dedi? Dedi ki, mən həyatımda bir çox uğuru anama borcluyam. Heç kim bu cavaba inanmışa oxşamırdı. Bu dəfə başqa bir tələbə danışdı. Amma müəllim, şübhəsiz ki, hamımızın həyatında anamızın xüsusi yeri var. Lakin bu qədər böyük bir mükafatı necə ola bilər ki, ananızın sayəsində almış ola bilərsiniz? İzah edə bilərsiniz? Professor, yadınıza salın. Məktəbdən qayıdarkən ananız sizə hansı sualı verərdi? Dedi. Bütün sinif güldü və bu suala bir ağızdan cavab verdi. Müəlliminizin verdiyi suala düzgün cavab verdinizmi? Professor dedi. Budur gənclər. Mən uşaq olanda anamdan başqa bütün analar uşaqlarına bu sualları verirdilər. Ancaq mənim anam həmişə məndən soruşardı. De görüm, Zəhra, bugün müəllimə yaxşı sual verdinmi? Anamdan öyrəndim ki, yaxşı sual vermək, yəni əsl sualı vermək elmin əsasıdır. Bütün uğurumu özümə düzgün suallar verməklə qazandım. Buna görə də məni fərqli edən şey belə bir anaya sahib olmağımdır. Deməli, uşaqlar, professor Zəhranın anası hər dəfə Zəhra evə qayıdanda Zəhraya sual verirdi ki, Zəhra, bugün müəllimə yaxşı sual verdinmi? Yəni, anası soruşurdu ki, Zəhra, sən özün müəllimə yaxşı sual vermisənmi? Gəlin, baxaq. Mətnə əsasən hansı fikir yanlışdır? Deməli, Zəhra xanım ən uğurlu riyaziyyat professoru idi. Doğrudur. Zəhra xanım Abel mükafatına layiq görülmüş. Doğrudur. Zəhra xanım uğurlu olmağının müəlliminə borclu idi. Xeyr, o anasına borclu olduğunu dedi. Zəhra xanım təvazökar insan idi. Uşaqlar, təvazökar olmaq, yəni yersiz şəkildə özünü tərifləməməkdir və ya uğur qazananda hər addım başı bunu hamıya eşitdirməyəndir. Yəni təvazökardır. Uğur qazandı, sevindi və növbəti gün sakitcə həyatına davam etdi. Mətndə hansı suala cavab tapmaq
mümkün değil. Professor anasından nəyi öyrənmişdi? Yəni anasından öyrənmişdi ki, ən vacib şey müəllimə maraqlı, yaxşı sual verməkdir. Mükafatlandırma mərasimindən sonra ilk dərs hansı idi? Uşaqlar, yəni müəllim dərsə qayıtmışdı və bilirik ki, o riyaziyyat professoru. Lakin bu o demək deyildi ki, yəni ertəsi gün birinci dərs riyaziyyat dərsidir. Yəni bu haqda məlumat yoxdur. Zəhra xanım səhnəyə nə üçün çağırılmışdı? Əlbəttə ki, ona mükafat təqdim edəcəkdilər. Tələbələr Zəhra xanıma nə sual verdilər? Yəni tələbələri ona sual verdilər ki, sizi digər həmkarlarınızdan fərqləndirən nədir? Həmkar uşaqlar bilirsiniz nə deməkdir? Baxın, burada deyir ki, uşaqlar, sizi həmkarlarınızdan fərqləndirən xüsusiyyətiniz nədir? Həmkar eyni işdə işləyən insanlara deyilir. Məsəl üçün, bir müəllimdirsə, başqa bir müəllim, yəni onun həmkarıdır. Deyək ki, məsələn, sizin ananız müəllimdir və ananızın iş yoldaşı olan müəllim də ananızın həmkarıdır. Əlbəttə ki, həkimlər də bir-birinin həmkarıdır. Eyni işdə işləyən insanlardır. Mətnin əvvəlində Zəhra xanımın keçirdiyi hissi necə adlandırmaq olar? Deməli, məyus deyildi. Niyə məyus olsun? Məyus olmaq uşaqlar, yəni kədərlənmək deməkdir. Təəccüb də deyildi. Bədbin, təəccüblənmək, yəni qeyri-adi bir şey baş verir və onun qarşısında təəccüblənirsən. Bu deməkdir. Yəni o mükafat alanda niyə təəccüblənirsin ki? O yəni bilirdi ki, mükafatı almağa layiqdir. Bədbinlik uşaqlar o deməkdir ki, hər şey haqqında pis düşüncədə olan deməkdir. Yəni hər işin pis tərəfini düşünmək deməkdir. Fərəh hissi keçirirdi əlbəttə ki. Fərəh yəni uşaqlar sevinc deməkdir. Mətnin məzmununa əsasən ardıcıllığı müəyyən edin. Tələbələrin Zəhra xanımdan sual verməsi yox, bu ortalarda olmuşdu. Yəni əsas hissədə. Zəhra xanımın uğurunun sirrini açıqlaması. Bu uşaqlar, yəni birdən sonra baş verib. Zəhra xanımın mükafatlanması, mükafat alması. Deməli, uşaqlar o mükafat alır, deməli, üçüncü əvvəl olur. Daha sonra o qısa şəkildə, yəni insanlar qarşısında çıxış edir və uşaqlar ona sual verirlər və Zəhra xanım da öz uğurunun sirrini açıqlayır. 3, 4, 1, 2. Mətndə işlənmiş göz gəzdirmək ifadəsini hansı sözlə əvəz etmək olar? Göz gəzdirmək. Gəlin baxaq görək. Hardadır o söz? Professor gülümsədi, eynəyini çıxarıb göz gəzdirdi. Yəni sinifə baxdı deməkdir. Göz gəzdirmədi. O ətrafa göz gəzdirdi. Yəni ətrafa baxdı. Zəhra xanım mükafat aldı. Çünki uğurlu riyaziyyat professoru idi. Mətnin son abzasına əsasən hansı nəticəyə gəlmək olar? Gəlin son abzasına baxaq. Mən uşaq olanda anamdan başqa bütün analar uşaqlarına bu sualları verdilər. Ancaq mənim anam həmişə məndən soruşardı. De görüm, Zəhra, bugün müəllimə yaxşı sual verdinmi? Gəlin uşaqlar baxaq görün bu abzas haqqında nə deyirdi? Mətnin son abzasına əsasən hansı nəticəyə gəlmək olar? A1 mükafatı almaq olduqca çətindir. Yəni belə bir nəticəyə gələ bilmərik. Yəni bu haqqda deyil oradakı fikirlər. Yəni sonuncu abzasda. İnsan özünə düzgün suallar verməklə uğurlu ola bilər. Bəli, doğrudur. O düzgün suallar verməklə, ağıllı suallar verməklə neynədir? Uğur əldə etdi. Uğurlu olmaq üçün müəllimin suallarına düzgün cavab vermək lazımdır. Xeyr, yəni buradan belə bir nəticəyə gəlmək ola bilməz. Yəni biz son abzası əsasən deyirik ki, bu nəticəyə gəlmək olmaz. Təvazökar insanlar uğur qazanırlar.
Yəni bunun da sonuncu abzasa heç bir aidiyyatı yoxdur. Sonuncu abzasda müəllimə düzgün sual verməkdən söhbət gedir. Mətnə əsasən uyğunluğu müəyyən edin. Giriş hissədə zal alqış sədaları altında guruldayırdı. Baxın uşaqlar, giriş hissədir. Əsas hissədir və burada sonluqdur. Nə deyir? Girişdə bəli, zal alqış sədaları altında guruldayırdı. Giriş hissədə yenə deyir ki, tələbələr verilən cavaba inanmamışlar. Bu yanlışdır. Uşaqlar, bu hadisə yəni əsas hissədə baş verir. Professor eynəyini çıxarıb sinifə göz gəzdirdi. Bu əsas hissədə oldu, bəli, doğrudur. Nəticədə uşaqlar professor uğurunu düzgün suallar verməkdə qazandığını dedi. Bəli, bu da nəticəsi də sonluqdaydı. Tünd qara hərflərlə verilmiş sözün izahı hansıdır? Gəlin, baxaq. Təvazükar. Təvazükar sözünün izahı şöhrətpərəstlikdən, lovğalıqdan uzaq deməkdir. Bəli, təvazükar insan lovğalıqdan, özünü bəyənməkdən, özünü yersiz şəkildə tərifləməkdən uzaq duran insandır. Yəni, şöhrətpərəst insan deyil. Mətndə üzərində rəqəm yazılmış hansı söz məcazi mənada işlənmişdir? Deməli, baxaq. Mükafat almaq həqiqi mənadadır. Tələbələrindən biri əl qaldırdı. Bəli, yəni dərs vaxtı əl qaldırıb sual veririk. Bu da doğrudur. Deyək ki, başqa bir tələbə danışdı. Bu da doğrudur. Yəni tələbə danışa bilər. Yadınıza salın. Yəni nəyisə yada quyu deyir ki, salaq nəyisə. Aha. Deməli, 4-də yada salmaq ifadəsi məcazi mənada işlənir. Mətndə nədən bəhs edilir? Mükafatlandırma mərasimindən, riyaziyyat elminin sirlərindən, professorun mükafat alma səbəbindən, tələbələri maraqlandıran sualdan. Bəli, mükafatlandırma mərasimindən danışıldı. Professorun mükafat alma səbəbindən danışıldı ki, o uğurlu riyaziyyat professoru idi. Tələbələri maraqlandıran sual da o idi ki, müəllimi digər həmkarlarından, digər riyaziyyatçılardan fərqləndirən əsas xüsusiyyət nə idi? Lakin burada riyaziyyat elminin sirlərindən bəhs edilmir. Tələbələri maraqlandıran sual hansı idi? Professoru həmkarlarından fərqləndirən xüsusiyyət hansı idi? Professorun anası ona hər zaman hansı sual verirdi? Bugün müəllimə yaxşı sual verdinmi? Mətnin giriş hissəsində hansı haqda məlumat verilmir? Deməli, zaman, məkan, hadisə, obraz. Deməli, zal məkandır. Hadisə mükafatlandırma mərasimidir. Obraz Zəhradır. Və burada nə yox idi? Sualın cavabı yox idi. Zamanın nə zaman olduğu bilinmədi. Məkan zal idi, hadisə mükafatlandırma mərasimi idi, obraz isə Zəhra xanım idi. Cümlədə altından xətt çəkilmiş sözün izahını seçin. Sizi həmkarlarınızdan fərqləndirən və mükafat qazandıran xüsusiyyətiniz hansıdır? Həmkarlarınızdan, yəni həmkar sözünə uyğun söz hansıdır? Biri ilə sənətdə, bir peşədə işləyən adam. Bəli, elə budur. Yəni, eyni işdə, eyni peşədə işləyən insanlar həmkar adlandırılırlar. Görə təşəkkür edirəm.